təkfir eləyirlər. Bu da böyük səhvdir. Çünki təkfir məsələsi hər adamın işi deyil. Dəlilsiz, hüccətsiz. Hüccət çatmadan, dəlil bilmədən, ayırmadan, Cahilliyin üzürlü olmasına baxmadan. İndi belə deyək ki, bunlar görmür. Bunlar özlərinə elə eləyiblər ki, bir söz deyəndə deyəcəksən ki, belə deyəcək, o biz cahil üzr görmürük. Ona görə bunlar yox. Bunları öyrədən şeytan elə qrup ki, şeytan yolu. Bunlar yanaşmaları səhvdir. Burada yanaşmadan söhbət gedir. Məsələnin özündən yox. Məsələni belə deyib, tullab, hansısa tullablar, bəzi var tullablar. Deyib, atırlar qardaşlar, alladırlar və birləşdirirlər. Nəticədən olur, xavariclərlə bizim sələfi qardaşlar birləşir, avamlar. Başa düşənlər, o incəliyi tutanlar bilirlər nə var və nə yox. Həmçinin qardaşlar bu məsələdə böyük səhvlərdən bu məsələni şişirtmək. Bu məsələdə təkfirçilər məyə bizi kimi yanaşır, Şeyx bin Baz kimi yanaşır, Şeyx Fovzadan kimi yanaşır, Şeyx İbn Hüseymin kimi yanaşır bu məsələyə. Əgər sənin həyat yoldaşın namaz qılmırsa, namazı tərk edir və namazı tərk etməkdə israrlıdırsa, o, Allah eləməsin, kafirdir. Bu, alimlərin rəyləri arasında ən üstün, racih görüşdür. Namazı tərk edən kafirdir və onu dindən çıxaran küfrlə kafirdir. Bəli. Və buna görə də bu sənin üçün haramdır. Hətta dininə qayıdıb namaz qılana qədər onu yanında saxlamağın sənə caiz deyil. Çünki onun nikahı dindən dönməsi halında pozulmuşdur. Yalnız tövbə edib İslam dininə qayıdarsa və namaz qılarsa, o halda sənin həyat yoldaşın olar.